Salam, hər vaxtınız xeyir. Mövzumuz həndəsi silsilələr, sonsuz həndəsi silsilənin cəmi. Birinci sualla başlayırıq. Birinci sualda verilib bizə B3 bərabərdir 6, yəni silsilənin 3-cü həddi 6. B4 4-cü həddi 12 olarsa, silsilə vuruğu Q-nu soruşur. Əvvəlcə ümumi həddin düsturunu yazırıq. Bn bərabərdir B1 vurulsun Q üstü indeksləri fərqi n-1. Deyək. Bn bərabərdir. Deməli, B1 vurulsun Q üstü n-1. Və yaxud burada bizə birinci hədd verilməyibsə, Bm bərabərdir. BK vurulsun Q üstü n-K. İndi B4 bərabərdir. Yəni Bm B4, BK da B3. B3 vurulsun Q üstü 4-3. 12 bərabərdir 6 vurulsun Q'ya. Q'da olacaq 2. Silsilə vuruğunu soruşur. Cavab B variantı. İkinci sualda yenə eyni qaydada B5 verilib. B5 və B4 verilib. B5 bərabərdir B4 vurulsun Q. 20 bərabərdir 5 vurulsun Q'ya. Q'da olacaq 4. D variantı. Üçüncü sualda B1 və B2 verilib. 6-cı həddini soruşur. Deməli, B2 və B1'ə görə əvvəlcə Q'nu tapırıq. B2 bərabərdir B1 vurulsun Q. Yəni 54 bərabərdir 162 vurulsun Q'ya. Q bərabərdir 54 bölünsün 162. Yerləşir. Deməli, olacaq Q 3'də 1. 3 vur 4, 12. Q 3'də 1'dir. Bizdən silsilənin 6-cı həddini soruşur. B6 bərabərdir. B6 bərabərdir. B2'yə görə və yaxud da B1'ə görə tapmaq olur. B2 vurulsun Q üstü 4. B2'miz 54'dür. Q 3'də 1'dir. 3'də 1 üstü 4. Bərabərdir. 54 vurulsun 3 üstü 4'də 1. 3 üstü 4 81'ə bərabərdir. 81 və 54 bölünür 9'a. 6 dəfə. Burada da 9 dəfə. 2'yə bölündü. Deməli 27'nin özünə bölə bilərdik. 3 dəfə, yox 2 dəfə. Burada da 3 dəfə. Deməli 6-cı həddimiz 3'də 2'yə bərabərdir. D variantı. Dördüncü sualda həndəsi silsilənin 8-ci həddini soruşur. B2 bərabərdir B1 vurulsun Q. 24 bərabərdir 48 vurulsun Q'ya. Q olacaq 48'də 24, yəni 1/2. 8-ci həddi soruşur. B8 bərabərdir. B2 vurulsun Q üstü 6. B2'miz deməli 24'dür. Q 2'də 1'dir. 2'də 1 üstü 6 olacaq. 2 üstü 6 verir bizə 64. 64'də 1. 24 və 64 8'ə bölünür. 8-ci həddimiz 3/8'ə bərabərdir. A variantı. 5-ci sualda B3'ü soruşur. B3 bərabərdir B1 vurulsun Q üstü 3-1 2. B1'imiz 2'dir. Q kök 5'dir. Kök 5'in kvadratı. Kök 5'in kvadratı 5. 5'i 2'yə vuranda 10. 6-cı sualda sonsuz həndəsi silsilədə Q və S verilib B1'i soruşur. Sonsuz həndəsi silsilənin cəmi S bərabərdir B1 bölünsün 1 - Q. 30 bərabərdir. B1 bölünsün 1 - 3'də 2. B1 bərabərdir 30 vurulsun. 1'dən 3'də 2 çıxanda 3'də 1 olacaq. Birinci həddimiz 10. D variantı. 7-ci sualda yenə sonsuz həndəsi silsilə verilib. S bərabərdir B1 bölünsün 1 - Q. 24 bərabərdir B1 bölünsün 1 - 3'də 1. B1 bərabərdir 24 vurulsun 3'də 2. Bu da bizə verir 16. Yəni Y variantı. 8 nömrəli sualda S bərabərdir B1 bölünsün 1 - Q. B1'imiz 9/10'dur. Q da 10'da 1'dir. 10'da 9 olduğu kimi saxlayırıq. 1'dən 10'da 1 çıxanda 10'da 9. 10'da 9'u 10'da 9'a böləndə olacaq 1. D variantı. 9 nömrəli sualda S bərabərdir B1 bölünsün 1 - Q.
B1'imiz 1 bölü 2. Q da 4'te 1. O da bərabərdir. 2'də 1 bölünsün 4'te 3. 2'də 1 vurulsun 3'te 4. 4 ilə 2 ixtisar gedir. 2 bölü 3. Yəni C variantı. 2 bölü 3. C yox, Y variantı. 10-cu suala baxırıq. Sonsuz həndə silsilənin cəmini soruşur. Deməli, B1'imiz 3'dür. B2'miz 2. Əvvəlcə Q'nu tapırıq. B2, B1 vurulsun Q'dur. Q olacaq B2 bölü B1. Yəni 2 bölü 3. Yəni 3'ü 3'də 2'yə vuranda 2. 2'ni 3'də 2'yə vuranda 3'də 4. 3'də 4'ü 3'də 2'yə vuranda 9'da 8 və bu belə azal-azala gedir. S bərabərdir. B1 bölünsün 1 minus Q. B1'imiz 3. 1 minus Q da 3'də 2. 3 bölünsün 1'dən 3'də 2 çıxanda 3'də 1 verir bizə 9. Yəni A variantı. 11 nömrəli sualda yine eyni qaydada S bərabərdir. B1 bölünsün 1 minus Q. B1'imiz 36. Q isə B1 36. B2 6 olduğuna göre Q da B2 bölünsün B1'dir. Yani 6 bölünsün 36 olacak 1 bölü 6. Buradan düsturu yazın. B2 beraberdir. B1 vurulsun Q'ya göre. Q'nu tapanda B2 bölü B1 yani 6 bölü 36 6'da 1. Birden çıxarıq 6'da 1'i. 36 bölünsün 6'da 5 olacak. 36 vur 5'te 6. Deməli, məxrəci 10'a getirək, ixtisar etmək asan olsun deyə. 10'a getirmək üçün 2'yə vurmalıyıq. 2'yə vuranda 10, 72'ni də, 36'nı 2'yə vuranda 72, 72'ni də 6'ya vuracağıq. Olacaq 43,2. Yəni C variantı. Onluq kəsrə daha rahat çevirə bilim deyə məxrəci 2'yə vurdum. Məxrəci də sürətli 2'yə vurdum. Ona görə cavab 43,2 C variantı. 12 nömrəli sualda birinci həddi 4, B1 bərabərdir 4, üçüncü həddi 16, B3 bərabərdir 16. Həndə silsilənin ikinci həddini soruşur. B2 bərabərdir sual. B3 bərabərdir B1 vurulsun Q kvadratı, yəni 3'dən 1 çıxıb qüvvət yazırıq. 16 bərabərdir 4 vur Q kvadratı. Q kvadratı bərabərdir 4'ə, Q da olacaq plus minus 2. B2'ni B1'e göre de tapmaq olur və yaxud da B3'e göre. B2 bərabərdir B1 vurulsun Q. B1'im 4'dür. Q da plus minus 2. Olacaq plus minus 8. Yəni Y variantı. Bu şekilde vurmaq olmur. Sadəcə mən işarəyə görə belə yazdım yəni. Yazılış fərqli görsənə bilər. Yəni sadəcə Q'nun hər iki halını nəzərə almalıyıq. Q müsbət plus minus 2 olduğuna görə B2'də həm müsbət 8 həm də mənfi 8 ola bilər. 13 nömrəli sualdan davam edək. İkinci həddi 3. Dördüncü həddi 27. Silsilənin üçüncü həddini soruşur. B4 bərabərdir B2 vurulsun Q kvadrat. 27 bərabərdir 3 vurulsun Q kvadratı. Q kvadratı 9. Q da olacaq plus minus 3. B3 bərabərdir B2 vurulsun Q. B2 3'dür. Q da plus minus 3. Yəni plus minus 9. Y variantı. 14 nömrəli sualda B4'ü soruşur. B6 bərabərdir 96. Q2. B6 bərabərdir B4 vurulsun Q kvadratı. Yerine qoyuruq. 96 bərabərdir B4 vur 2'nin kvadratı 4. B4 də olacaq 96'ın 4'ə böləndə 2 dəfə. 16'ın 4'ə böləndə 4. Yəni B variantı. 15 nömrəli sualda B1 və Q verilib, B5 soruşur. B5 bərabərdir B1 vurulsun Q üstü 4. B1'im 3'tür. Q da 2. Olacaq 2 üstü 4 16. 3'e vuranda 48. Yani C variantı.
16 nömrəli sualda B2 və B3 verilib, B5 soruşur. B3 bərabərdir, B2 vurulsun Q. 18 bərabərdir, -6 vurulsun Q. Q olacaq -3. B5 soruşur. B5 bərabərdir, B3 vurulsun Q kvadratı. B3'üm 18'dir. Q -3, -3'ün kvadratı. 18 -3'ün kvadratı 9. 18'i 9'a vuranda 162 B variantı. 17 nömrəli sualda B5'i soruşur. B5 bərabərdir. B3 vurulsun Q kvadratı. 4 vurulsun Q 3'tür. Kvadratı 9. 4'ü 9'a vursaq 36 A variantı. 18 nömrəli sualda həndəsi hissədə B8'i soruşur. B1'im 2'də 1'dir. B2'də 1. B2 bərabərdir. B1 vurulsun Q. 1 bərabərdir. 2'də 1 vurulsun Q. Q olacaq 2. 2'də 1 2'ye vuranda 1 alınır da. Q2. B8'i soruşur. B8 bərabərdir. B1 vurulsun Q üstü 7. B1'im 2'də 1'dir. Q 2'dir. 2 üstü 7. 2 üstü 7'ni 2'ye böləndə 2 üstü 6. 2 üstü 6 da 64'e bərabərdir. 19 nömrəli suala baxaq. Ardıcılıqlardan hansı həndəsi silsilədir? Baxaq görək hansı həndəsi silsilə olar. Y variantı ola bilər ya da ki D variantı. Yoxlamaq lazım tək-tək. Məsələn, birincidə A variantı. N-in yerinə 1 qoysaq, B1 olacaq 1. 2 qoyanda 2'nin kubu 8. 3 qoyanda 3'ün kubu 27. 8 1'ə böləndə silsilə vuruq 8. 27'ni 8'ə böləndə silsilə vuruq fərqlə də alınır. Ona görə A deyil. B variantı. B1 tapmaq üçün 2 üstə gəl 3, 5. B2 bərabərdir. 2 üstə gəl 3'ün kvadratı 9, 11. B3 bərabərdir. 2 üstə gəl 3 üstü 3, 27, 29. 11'i 5'e böləndə fərqlə də alınır. 29 11'e böləndə fərqlə də alınır. Yəni silsilə vuruğu eyni deyil. D variantını yoxlayaq. B1 2 vur 3 olacaq 6. B2 2 vur 3'ün kvadratı 9, 18. B3 2 vur 3'ün kubu 27, 54. 18'i 6'ya böləndə 3. 54 18'e böləndə 3. Deməli D variantı həndəsi silsilədir. 20 nömrəli sualla davam edək. B5 və Q verilib birinci həddi soruşur. B5 B1 vur Q üstü 4'e bərabərdir. 9 bərabərdir. B1 vur 3 üstü 4. B1 olacaq 9 böl 3 üstü 4. 9 böl 81. Olacaq 1 böl 9 B variantı. 21 nömrəli sualda deyilir ki 7, 14 və x ədədləri həndəsi silsilənin ardıcıl hədləri olarsa x-i tap. Biz bilirik ki həndəsi silsilədə ikinciden başlayaraq hər bir hədd özünün əvvəlki və sonraki hədlərin həndəsi ortasına bərabərdir. Yəni 14 bərabərdir kökün altında 7 vur x-i və yaxud birbaşa belə yaza bilərik. İkincinin kvadratı bərabərdir özündən əvvəlki və sonraki hədlərin hasili. Elə buradan da hər tərəfə kvadratı yüksəldəndə 14'ün kvadratı 7x alınır. X olacaq 7'də 14 vur 14. 2 dəfə 2'ni 14'ə vuranda 28. Y variantı düzgün cavabdır. 22 nömrəli sualda yenə eyni qaydada. Yəni baxın B1, B2, B3 verilib də. B2'nin kvadratı B1 vur B3'e bərabərdir. B2'miz 10'dur. Onun kvadratı bərabərdir. 5 vur x. X olacaq. Onun kvadratı 100. 5'e böləndə 20. B variantı. 23 nömrəli sualda ilk 5 həddin cəmini soruşur. S5 bərabərdir sual. Sn bərabərdir. Olacaq Bn vurulsun Q minus B1 bölünsün Q minus 1. Deməli
nə soruşulur bizdən? İlk 5 əddin cəmini soruşur, düzdürmü? Və yaxud da B-nin düsturu var. B1 vurulsun Q üstü n-1. Bunu burada yerinə yazanda S-nin digər düsturunu alırıq biz. Deməli, B1-i orta qrup çıxardırıq. Q üstü n-1. Q üstü n-1 bölünsün Q-1 düsturu da var. Bu düsturu əsasən tapmalıyıq. S5 bərabərdir. B1'imiz yoxdur. B2 bərabərdir. B1 vurulsun Q. B2 6'dır. B1 yoxdur. Q'da 3. B1 olacaq 6 bölü 3 2. 2 vurulsun. Q 3'dür. 3 üstü 5 minus 1 bölünsün 3 minus 1. 2'lər ixtisarı getdi. 3 üstü 5 243. 1 çıxanda 242. Yəni D variantı düzgün cavabdır. 24 nömrəli sualda B5 və B7 verilib. Bizdən Q soruşulur. B7 bərabərdir. B5 vurulsun Q kvadratı. 72 bərabərdir. 18 vurulsun Q kvadratı. Q kvadratı 72'ni 18'e böləndə 4. Q'da olacaq plus minus 2. C variantı. 25 nömrəli sualda B4 bərabərdir. B1 vurulsun Q kubu. Deməli, B1'imiz 108'dir. Q'da mənfi 3'də 1. Mənfi 1 bölü 3'ün kubu. Bərabərdir. 108 vurulsun. Mənfi 3'də 1'in kubu. Mənfi 1 bölü 27. 108'i 27'ye böləndə 4 dəfə. Cevap mənfi 4. C variantı. 26 nömrəli suala baxırıq. Cəmi soruşur. Birinci əddimiz B1 bərabərdir 16. B1 bərabərdir 16. İkinci əddimiz B2 bərabərdir 8. Bizdən cəmi soruşur. Görürük ki, ədədlər azala-azala gedir. Düzdürmü? Bu sonsuz azalan həndəsi cəmdir. Həndəsi hissədir. S bərabərdir B1 bölünsün 1 minus Q. B1'im var amma Q yoxdur. B2 bərabərdir. B1 vurulsun Q'ya. Q olacaq B2 böl B1. Yəni 8 böl 16. 1 böl 2. Burada yerinə qoyanda B1'in yerinə 16 yazıram. 1 minus Q'da 2'də 1. 16 1'dən 2'də 1 çıxanda 2'də 1 olacaq 32. Yəni A variantı. 27 nömrəli sualda silsilə vuruğunu soruşur. B6 bərabərdir. B1 vurulsun Q üstü 5. 64 bərabərdir. 2 vur Q üstü 5. Q üstü 5 64'ü 2'ye böləndə 32. Q'da olacaq 2. Çünki 2 üstü 5 32'ye bərabərdir. Y variantı. 28 nömrəli sualda ardıcıllıqlardan hansı həndəsi silsilədir? Birincini yoxlayaq. X1 bərabərdir. 3 vur 1 3. X2 bərabərdir. 3 vur 2 6. X3 bərabərdir. 3 vur 3 9. 6'ını 3'e böləndə 2, 9'u 6'ya böləndə 2 vermir. Ona görə bu həndəs silsilə deyil. İndi ikincisine baxırıq. X1 bərabərdir 3 üstü 1 3. X2 bərabərdir 3'ün kvadratı 9. X3 3'ün kubu 27. 9'u 3'e böləndə 3. 27'ni 9'a böləndə 3. Deməli ikincisi həndəsi silsilədir. Cavab C variantı. 29 nömrəli suala baxırıq. 29 nömrəli sualda da deməli baxaq. Birincisi X1 olacaq 1. X2 2'də 1. X3 3'də 1. 2'də 1'i 1'e böləndə 2'də 1. Amma 3'də 1'i 2'də 1'e böləndə 2'də 1 vermir. Ona görə birincisi həndəs silsilə deyil. İkincisine baxırıq. X1 bərabərdir 2 üstü mənfi 1. Yəni 1 bölü 2. X2 2 üstü mənfi 2. 1 bölü 4. X3 2 üstü mənfi 3. 1 bölü 8. 4'də 1'i 2'də 1'e böləndə. Baxın. 4'də 1'i bölürük 2'də 1'e. Bu verir bizə 4'də 1 vurulsun 1'də 2. Yəni 2'də 1 verir. Həmçinin 8'də 1 də 4'də 1'e böləndə 2'də 1 verir. Çünki 8'də 1 4'də 1'in yarısıdır. Həm 2 üstü n, yəni hər hansı bir ədədin qüvvətləridirsə, həmin ardıcıllıq həndəs silsilədir. Baxın 3 üstü n. 3'ün qüvvətlər şəklində dəyişilir. Burada da 2 üstü mənfi n 1 böl 2 üstü n. Yəni 2 üstü n'in qüvvətləridir, amma 2 üstü n'in tərsini. Ona görə burada da
Həndəsi ardıcıllıq 2 olacaq. Yəni Y variantı. 30 nömrəli sualda aşağıdakilərdən hansı həndəsi silsilədir? Deməli, birinci əd B1, ikinci əd B2, üçüncü əd B3 belə dəyişir. Düzdür, həndəsi silsilə belə artır. Silsilə vuruğu eyni olmalıdır ki, həndəsi silsilə olsun. Yəni B2-ni B1-ə böləndə Q eyni olmalıdır. B3-ü B2-yə böləndə eyni olmalıdır. Burada 2 bölü 3, 3-də 2, 1 bölü 2, 2-də 1. Deməli, bu həndəsi silsilə deyil. 11 bölü 5 və 29 bölü 11 eyni ədəd olmadığına görə həndəsi silsilə deyil. 24-ü 6-ya böləndə 4. 96-nı 24-ə böləndə 4. Deməli, bu həndəsi silsilədir. Olacaq 30-da cavab Y variantı. 31 nömrəli sualda Y variantıdır yenə. Baxın, 31-də də 7. 12-ni 3-ə böləndə 4. 48-i 12-yə böləndə 4. Deməli, silsilə vuruğu eyni olduğuna görə deməli, bu həndəsi silsilədir. 32 nömrəli sualda B7 kök 3 olarsa bizdən bu hasili soruşur. Biz bilirik ki, həndəsi silsilədən yəni bu B7, B5 və B9 B7-dən eyni uzaqlıqda yerləşir. Ona görə yaza bilərik ki, B5 vur B9-un yerinə B7-nin kvadratı və yaxud da B7 vur B7. Çünki indekslər cəmi 14-dür. Burada da indekslər cəmi 14-dür. Ona görə birbaşa B5 vur B9 elə B7-nin kvadratına bərabərdir. Və yaxud da sonlu həndəsi silsilədə eyni uzaqlıqda duran hədlərin hasili bir-birinə bərabərdir. Yəni B5 vur B9 bərabərdir elə B6 vur B8-ə. Çünki burada indekslər cəmi 14-dür. Burada da indekslər cəmi 14-dür. Və bunların hər biri B7-nin kvadratına bərabər. Yəni B7 vur B7-yə bərabərdir hamısı. Hamısında çünki indekslər cəmi bərabərdir. Yəni bu sualın həllini bilmək üçün qaydanı bilməyiniz lazımdır. Qaydanı da izah etdim. İndi nə yazа bilərik biz burada? B5 və B9-un yerinə, yəni B5 vur B9-un yerinə B7-nin kvadratı, B6 vur B8-in yerinə yenə B7-nin kvadratı və ortada bir dənə də B7 var. Olacaq B7 üstü 5. B7 kök altda 3'dür. Kök altda 3 üstü 5. Bu da bizə nə verir? Kök altda 3 üstü 4 vurulsun kök altda 3 şəklində yazaq. Kök altda 3'ün kvadratı 3, 3'ün də kvadratı 9. 9 da kök 3'ə vuranda cavab 9 kök altda 3 C variantı. 33 nömrəli sualına davam edək. B-in həndəsi silsiləsində B4 kök 3 onun ilk 7 əddinin hasilini soruşur. Yəni B1 vurulsun B2 vur B3 B4 B5 B6 B7 və yaxud da bu cür də tapmaq olar. Və yaxud da belə tapa bilərik. P7 bərabərdir sual. P7 nəyə bərabərdir? Kökün altında B1 vurulsun B7 üstündə 7. İndi B1 vur B7 indekslər cəmi 8-dir. B4'ün də 2 mislidir. Yəni biz B1 vur B7'nin yerinə B4 vur B4 yaza bilərik. Çünki burada da indekslər cəmi 8-dir. Burada da indekslər cəmi 8-dir. Aldığı qiymətlər hasildə bir-birinə bərabərdir. Onda B1 vur B7'nin yerinə B4'ün kvadratı yaza bilərik. B4'ümüz kök altda 3'dür. Kök altda 3'ün kvadratı olacaq 3. Kökün altında bu hasilin yerinə 3 yazıram. 3 üstü 7. Bu da görək sadələşdirsək bizə nə verir? O da bərabərdir. 3 üstü 7'ni bu şəkildə yazırıq. 3 üstü 6 vurulsun 3 şəklində. 3 üstü 6 baxın. Kökün altında 3 üstü 6 vur kök altda 3. 3 üstü 6 burada 6 və 2 ixtisar gedir 3. 3'ün kubu 27. Kök 3 isə olduğu kimi qalır. Yəni B variantı doğru cavabdır. 34 nömrəli sualda B3 kök altda 7 olarsa onun ilk 5 əddin hasilini soruşur. Yəni P5'i soruşur. İlk 5 əddin cəmi S5'dir. İlk 5 əddin hasili P5'dir. P'nin üstünü yazırıq. Pn bərabərdir. B1 vurulsun Bn üstü n. Yəni kökün altında. Burada n'in yerine 5 koyanda alacağıq P5 bərabərdir kökün altında. B1 vur B5 üstü 5. Burada deməli B1 vur B5 indekslər cəmi 6'dır.
6 da B3'ün 2 mislidir. Yəni B3 vur B3'e bərabərdir. B1 vur B5 bərabərdir. B3'ümüz kök 7'dir. Kök 7'nin kvadratı, yəni kök 7'nin kök 7'ye vuranda 7. Deməli biz B1 vur B5'in yerinə 7 yaza bilərik. Olacaq kökün altında 7 üstü 5. Kökün altında 7 üstü 5'i sadələşdiririk. Kökün altında 7 üstü 5, 7 üstü 4 vurulsun 7 kimi yazmaq olar. Ayrı-ayrı kökə salsaq 7 üstü 4 vur kök altda 7. Burada 4 ve 2 ixtisar gedir. 7 üstü 2 qalır. Vur kök altda 7. Yəni 49 kök 7 A variantı. 35 nömrəli suala baxırıq. B-in həndəsi hissəsində B7 minus B1 18, Q da 7 olarsa ilk 6 həddin cəmini soruşur. Sn bərabərdir. B1 vurulsun. Q üstü n minus 1 bölünsün Q minus 1. Burada S6 həddi soruşur. N'in yerinə 6 qoysaq S6 bərabərdir. B1 vurulsun. Q üstü 6 minus 1 bölünsün Q minus 1. İndi Q'nun yerinə 7 qoyuruq. B1 vurulsun. 7 üstü 6 minus 1 bölünsün Q 7'dir. 7 minus 1. Burada isə yerinə qoysaq B7'ni açırıq. B1 vurulsun Q üstü 6 minus B1 bərabərdir 18. B1 vurulsun Q'nun yerinə 7 yazıram. 7 üstü 6 minus B1 bərabərdir 18. B1 orta quruq çıxır. 7 üstü 6 minus 1 bərabərdir 18'e. B1 vur 7 üstü 6 minus 1 18'dir. Elə burada sürətdə B1 vur 7 üstü 6 minus 1'in yerinə 18 yazıram. 18, məxrəc də 7 minus 1 6, 18'i 6'ya böləndə 3. B variantı. 36 nömrəli sualda sonsuz həndəsi hissənin cəmini soruşur. B1 bərabərdir 1, B2 bərabərdir 1 bölü kök altda 2. Sonsuz həndəsi hissənin cəm düsturu S bərabərdir B1 bölünsün 1 minus Q. B1'imiz 1'dir. Buradan Q'nu tapırıq. B2 bərabərdir B1 vur Q. Q bərabərdir B2 bölünsün B1. Yəni 1 bölü kök 2'ni 1'ə böləndə elə 1 bölü kök altda 2. Bunu da məxrəcin irrasionallıqdan azad edirik. Məxrəcin qoşmasına vursaq olacaq cavab kök 2 bölü 2. 1 minus kök 2 bölü 2. O da bərabərdir 1 olduğu kimi qalır. Ortaq məxrəc 2. 2 minus kök 2. Bu 2 qalxır sürətə vurulur. Məxrəc isə 2 minus kök altda 2 olaraq qalır. Bu cür kəsir variantlarda yoxdur. Deməli məxrəcin qoşmasına vurub yenə irrasionallıqdan azad etməliyik. 2 plus kök 2'ye vururuq. Məxrəcdə sürətdə. 2'nin kvadratı 4. Kök 2'nin kvadratı 2. 4'dən 2 çıxsaq 2. Bu 2 də buradakı 2 ilə ixtisar gedir. Cavab olacaq 2 plus kök 2. D variantı doğru cavabdır. 37 nömrəli sualda ilk n həddin cəmi verilib. Sn bərabərdir. Sn bərabərdir 3 minus 3 üstü 1 minus n. Bizdən həndəsi hissənin ikinci həddini soruşur. B2 bərabərdir sual. S1 yəni ilk bir həddin cəmi elə B1'ə bərabərdir. 3 minus 3 üstü 1 minus 1. 1 minus 1 0. Ədədin üstü 0 da 1'ə bərabərdir. Deməli birinci həddimiz 2'yə bərabərdir. S2 bərabərdir B1 üstə gəl B2. Əvvəlcə n-in yerinə 2 qoyub S2'ni tapırıq. S2 olacaq 3 minus 3 üstü 1 minus 2 mənfi 1. 3 minus 1 böl 3. Bu da bizə verir 3'də 8. S2 var, B1 var, B2'ni tapa bilərik. 3'də 8 bərabərdir. B1'imiz 2 idi, üstə gəl B2. B2 bərabərdir. 3'də 8'dən 2 çıxırıq. Olacaq 3'də 2. Yəni C variantı. 38 nömrəli sualda həndəs silsənin ikinci həddi 5'dir. B2 bərabərdir 5. İlk 3 həddin hasilini soruşur. Hasil P3'dür. P3 bərabərdir sual. B1 vur B2 vur B3 kimi də tapmaq olar və yaxud da düstur yazıram. Pn bərabərdir. B1 vurulsun Bn üstündə n kökün altında. P3 bərabərdir. B1 vur B3 3. dərəcədən kökün altında.
İndi B1 vur B3 indekslər cəmi 4'dür. 4 də 2'nin 2 mislidir. Yəni B1 vur B3'ün yerinə bərabərdir B2'nin kvadratı və yaxud da B2 vur B2 yazmaq olar. İndekslər cəmi 4'dür. Burada da indekslər cəmi 4'dür. Deməli aldığı qiymətlər də bərabər olacaq. Buraya yazırıq B2'nin kvadratı. B2 5'dir. Kvadratı 25. Kökün altında B1 vur B3'ün yerinə 25 yazıram. 25 üstü 3. O da bərabərdir. Kökün altında 25'in kvadratı vur 25 kimi yazıram ki kök alabilim. Kökün altında 25'in kvadratı köklə kvadrat gedir. Bu 25 olduğu kimi çıxır. Amma digər 25 isə kökün altında qalır. Bu 25'dən də 5 çıxır. Olacaq 25 vur 5 125. Baxaq varmı variantlarda? B variantı. Və yaxud da belə fikirləşə bilərsiniz. Baxın. Kökün altında 25 üstü 3'dür. 25'in yerinə yazıram 5'in kvadratı. Qüvvətində də 3. Olacaq 5 üstü 6 kökün altında. Burada 2 var. 6 və 2 ixtisar gedir. Qalır 5'in kubu. Kökdə gedir. Əgər buradakı 2 ixtisar getdisə kök gedir. 5'in kubu bu da 125'e bərabərdir. Yəni bu hissələrdə çətinliyiniz varsa bu cürdə sadələşdirmək olar. 39 nömrəli sualda həndəs silsilənin ikinci həddi 3'dür deyir. B2 bərabərdir 3. İlk 3 həddin hasilini soruşur. P3 bərabərdir sual. Pn bərabərdir kökün altında B1 vurulsun. Bn qüvvətində n. Bu düstur əzbərinizdə olsa rahat yaza bilərsiniz. P3 bərabərdir kökün altında B1 vurulsun. B3 qüvvətində 3. B1 vur B3'də indekslər cəmi 4'dür. 4 də B2'nin 2 mislidir. Yəni birbaşa B1 vur B3'ün yerinə B2 vur B2 də yaza bilərsiniz. B2 vur B2 qüvvətində də 3. Kökün altında. B2'miz 3'dür. 3'ü 3'e vuranda 9. Yəni 9 üstü 3. Bunu da bu şəkildə yazırıq. 9'un yerinə yazıram 3'ün kvadratı. Qüvvətində də 3 var. Kökün altında 3 üstü 6. Bu 6 və 2 ixtisar gedir. Kökdə gedir. Qalır 3'ün kubu. 3'ün kubu da 27'yə bərabərdir. Y variantı. 40 nömrəli suala baxırıq. 2 böl 729 ədədi bu həndəs silsilənin neçənci həddidir? Yəni Bn bərabərdir 2 böl 729. B1'imiz 2'dir. B2'miz isə 3'də 2. İndi B'nin üstünü yazıram. Bn bərabərdir B1 vurulsun. Q üstü n-1. B1 var amma Q yoxdur. Bu ikisindən istifadə edib Q'nu tapa bilərik. B2 bərabərdir B1 vurulsun Q. 3'də 2 bərabərdir 2 vurulsun Q'ya. Q da bərabərdir 3'də 2 vurulsun 2'də 1. Yəni 1 böl 3. İndi yerinə qoyaq. B'nin yerinə yazıram 2 böl 729 bərabərdir. B1'in yerinə yazıram 2. Q'nun da yerinə yazıram 3'də 1. 3'də 1 üstündə n-1. Burada 2'lər ixtisar getdi. Qalır sol tərəfdə 1 böl 729. Bərabərdir 3'də 1 üstündə də n-1. 729'u 3'ün qüvvəti şəklində yaza bilərik. 729'u sadə vurğulara ayırırıq. Olacaq 2 dəfə 243. 3'ə böləndə 81. 3'ə böləndə 27. 3'ə böləndə 9. 3'ə böləndə 3. 3'ə böləndə 1. 3, 3, 6 dənə 3 var. Yəni 1 böl 3 üstü 6 deməkdir 729. Bərabərdir 1 böl 3 üstü n-1. Buradakı 6'nı buradan silirik. Mötərizə üstü 6 yazırıq. Yəni 3'də 1 üstü 6. Əsaslar eynidir. 3'də 1'dir. Qüvvətlərdə bərabər edib n-i tapa bilirik. n-1 6 olsa n də olacaq 7. Nə soruşmuşdu bizdən? Deməli 2 böl 729 ədədi bu silsilənin 7-ci həddidir.